Bakı şəhəri, Qaradağ rayonu, Köhnə Şanqar qəsəbəsindən danışmaq istəyirəm bu gün. Çox xahiş edirəm hər kəsdən bu videonu ciddi şəkildə bəyənək, paylaşaq, komment yazaq ki, hər kəsin qabağına çıxsın. Deməli, Köhnə Şanqar qəsəbəsində nə poliklinika var, nə uşaq bağçası var, nə 11 illik məktəb var. 11 illik məktəb var, amma uçqun vəziyyətdədir və orada heç kim gəlib dərs keçmək istəmir. Yəni dərs keçmək də istəməz çünki ora adamın başına uçur. İndi şəklini göstərəcəm sizə. Burdan Qaradağ rayonunun icra başçısının birinci müavini, icra başçısı hal-hazırda olmadığına görə birinci müavinə səslənirəm ki, zəhmət olmasa Emin Abbasova səslənirəm sizə. Zəhmət olmasa çox yaxından bu Şanqar qəsəbəsi ilə, məktəbi ilə bağlı, poliklinikası ilə bağlı, uşaq bağçası ilə bağlı yaxından maraqlanasınız. Və Təhsil Nazirliyinə səslənirəm Emin Əminullayeva. Zəhmət olmasa sizdən həm xahiş edirəm, həm tələb edirəm ki, bu uşaqların gələcəyi ilə yaxından maraqlanasınız. Çünki hər bir uşağın gələcəyi dövlətin gələcəyi deməkdir. O uşaqlar bu gün burada təhsil ala bilmirsə, deməli siz o uşaqların gələcəyini əlindən almısınız. Əgər mən dediyim videodan sonra hər hansı bir hərəkat, hər hansı bir gedişat baş verməsə və yenidən mənə müraciətlər olsa, mən həmən o müraciətləri video görüntülü onların video görüntülü şikayət etməklərini xahiş edəcəm. Kimdən şikayət edirlər, haralara şikayət ediblər. Təbii ki, görüntülərində üzləri düşməyəcək, çünki məxfilik qorunduğuna görə. Sonra mən onları bir-bir paylaşacağam. Orayla bağlı video görüntüdə göstərəcəm. Neçə il bundan qabaq şikayət olunub, gəlib çəkiliş aparıblar orada və uşaqları yığıblar, prezidentə müraciət ediblər. Amma yenidən heç bir kömək, dəstək, nəsə bir irəliləyiş baş verməyib. Heç kim o məktəbin halı ilə maraqlanmayıb. Əgər yenə deyirəm sizə, siz bu barədə bir tədbir görülməsə, mən dayanmadan bu barədə videolar çəkəcəm. Ta ki, orada məktəb tikilənə qədər, məktəb bərpa olunana qədər, poliklinika bərpa olunana qədər, uşaq bağçası bərpa olunana qədər. Uşaqlar bizim gələcəyimizdir. Heç kəs o uşaqların gələcəyini əlindən ala bilməz. Burada oxuması üçün diqqətlə videoya baxın. Ancaq müəyyən səbəblərdən illərdir ki, bura müəllim göndərilmədiyi üçün hazırda təhsil ocağı yalnız heyvanların yataq yerinə çevrilib. Dərsə gedirsən sən? Yox. Niyə getmirsən? Məktəbimiz yoxdur. Part arxasında əyləşməli olan bu uşaqlar məktəb üzü görmürlər. Çünki yaşadıkları Şonqar qəsəbəsində məktəb yoxdur. Çox qısa saxladım, göstərdim sizə ki, biləsiniz ki, bu hava necədir. Yəqin